Vacib. Vacib bəhsini oxumuşuq biz. Düzdür? Oxumuşuq bəhsini. Vacibi eyni, vacibi kifai, təabbudi, təvəssüli və s. Burada mən bir ikisini qeyd edəcəm, hamısını yox. Və ya göstərəm kitabda ki, inşallah bilirsiniz. Onların qeyd olunub. Vacibi eyni nədir? Eyni yəni ki, tək insana vacibdir. Namaz qılsan, düşmürsən boynundan. Oruç tutsan, düşməz mənim boynundan. Bu eynidir. Bir var nə? Kifai. Hamının boyundadır. Heç kim eləməsə, hamı günahkardır. Bir nəfər eləsə, düşür hamının boynuna. Məsələn, bir nəfər insan qabiyyədə ölüb. O yumaq. Hamı boyundadır. Bir nəfər eləsə, düşür hamı boynuna. Başqa misal, bəli. Məsələn, bir nəfər insan xəstədir. O, gəl aparaq xəstəxanaya. Bir nəfər apardı. Gəl hamımız aparaq. Apardılar da bunu. Və ya cihad. Cihad etmək lazımdır. Düzdür. Müəyyən dəstək geçsin, cihad eləsin. Elədilər, daha birimiz boynumuza deyil. Və yaxud da bir nəfər gəl iynə vurursun. Hamı boynundadır. İynə vurur bir nəfər, daha düşür hamı boynuna. Belə məsələ. Və yaxud da nəhy-əz münkər. Pisdən çəkilməli, yaxşı dəvət etməli, hamı boyundadır. Bir nəfər kömək elədi, hamı boynuna düşür. Təabbudi və təvəssülü vacib nədir bəs? Təabbudi, odur ki, orada qəsd-i qürbət lazımdır. Namaz kimi, xumus kimi, zəkat kimi. Təvəssülü, odur ki, onda qəsd-i qürbət lazım deyil. Məsələn, bir dəfə insan deyək, bunda paltarını paklayır. Paltar olumunda o paklayır. Niyyət edirəm, paltara pak edirəm, yox, buna ehtiyac yoxdur. Məsələn, və yaxud da bir nəfər dəvəti yaxşı işə, pisdən çəkindirir. Bu da nə? Təvəssülü. O, oxumuşuz mübah məsələ var, mübah var da. Təkəf hökmləri mübah var idi. Yəni, bu adi işdir, yəni. Hə, istəyir ki, mübahı biz çevirək savaba və ya təvəssülü hökmü biz çevirək savaba, nə ilə? Allah xatır eləyəsən. Ondan olacaq, savab olacaq. Üçüncü, vacib təyini və təxyiri. Vacib təyini budur ki, hökm bu olmalıdır. Təyin olunmuş vacibi yenə itilməliyi. Məsələn üçün, gündəlik namazlardır, Ramazandır, xumus, zəkatdır. Təxiri isə yox. İxtiyar sahibi oxumuşuq ha, cümə namazı. İstəyən zöhr qıl, istəyən cümə qıl. İkisindən bir sən bunu vacibdir, hasıl sən qıl. Sonra vacib nəfsi, müqəddəmi, müvəqqət, qeyri-müvəqqət. Bura mən baxıram, bura məsələn bizdə deməli müvəqqət, qeyri-müvəqqət yoxdur deyə. Nəfsi vacibi. O da yoxdur burada. Mən bəzən qeydlərəm ki, burada var nəfsi müqəddimi. Aha. Burada nəfsi müqəddimi var bu kitabda. Səhifə 298-də var. Sonra müvəqqət, qeyri-müvəqqət yoxdur burada. Nə deməkdir bu? Müvəqqət budur ki, onu yetirməli üçün xüsusi vaxt var. Namazın vaxtı var. Ramazanın vaxtı var. Bu var qeyri-müvəqqəti vaciblər. Məsələn üçün deyək, bir nəfər istəyir ki, məsələn üçün deyək, ədalətli olsun. Onun vaxtı var, yox. Düzgün danışsın. Onun vaxtı var, yox. Haçansın. Və məsələn üçün daha qumar oynamasın. Daha araq içməsin. Onun vaxtı var, yox. Vaxtı təyin olunmayan vaciblər. Və ya təyin olunan vaciblər. Dedik. Sonra var burada nə? Vacib və məşrut və mütləq. Şərtlənmiş vacib və mütləq vacib. Birində şərt var, birində şərt yoxdur. Ümumiyyətlə vacibdir. Birində isə adına məlumdur, şərtlə vacibdir. Məsələn, vacib, məşrut nədir? Məsələn, bir nəfər namaz qılması üçün bu nə şərtlər lazımdır? Vacib olması üçün həddi buluq olmalıdır, belə olmalıdır, yaşı o olmalıdır, filan və s. ki, bunun deyək, boynuna namaz gəlsin. Və ya getməlidir həccə. Bu vacibin şərti nədir? Vacibin şərti bunun maddi və fiziki gücünün olmasıdır. Bir də var mütləq vacib. Daha burada hər hansı bir şey götürülmür. Sən filan şey olsun, sonra sən vacib olacaq, yox. Həcdə də o, pulun olsun, fiziki cəhətdən gücün olsan, sən vacib olacaq. Lakin vacib deyil. Amma elə vacib var ki, o nə? Vacib mütləq, ümumiyyətlə vacibdir. Məsələn, orucluq. Sən bu tutmalısan. Və namazın özü. Sən bunu eləməsən, qılmalısan. Yeni mövzu fətva nədir? Fətva. Bunlar deyək, vaxtımız da var da 15 dəqiqə kimi. Fətva nədir?
fətva ibarətdir şər'i hökmün bəyanı külli formada. Şər'i hökm bəyanı ümumi formada. Oxumuşuq biz əhkam kitabında. Məsələn, namazda danışmaq düzgün deyil. Vəssalam. Fətvadır. Filan əməl vacibdir. Vəssalam. Valla nə? Ümumi məsələ barəsində fətvanın verilməliyi. Filan əməl haramdır. Bunu əməl elə. Bunu əməl eləmə. Bu cür məsələlərdə, oxumuşuq biz bu dərsliklərdə, yazarsan. Bu cür məsələlərdə gərək insan, hər bir insan müqəllid öz müşkilin fətvasına əməlləsin. Başqa müşkidə yox. Niyə? Çünki orada vacib məsələsi yoxdur. Fətvanın müəyyən formaları var. Yəni, kitab yazmır, fətva budur. Onun yazı sinonimin. Təabir var. Təabir fətva. Fətvanın müxtəlif formaları. O sözlər də fətva deməkdir. O da nə? Sinonim. Məsələn, əqva. Əqva budur ki, əqva yəni ki, daha qəvi, daha qüvvətli nəzər. İkinci, la yaxlu min qüvvətin. Qüvvətdən xali deyil, qüvvətdən boş deyil. Yəni nə? Fətva budur ki, bunu eləyəsən. Üçüncü, zahir. Zahir yəni ki, aşkar. Yəni ki, fətva budur. Zahir budur ki, belə eləyəsən. Yəni fətva budur. Dördüncü, əzhər. Daha aşkar, daha zahir. Əzhər budur ki, bunu eləməyəsən. Yəni fətva budur ki, bunu eləməsən. Beşinci, la yəbud. Yəni bəid deyil. Yəni ki, uzaq. Uzaq deyil bu görüş. Yəni fətva budur ki, bu olsun. Altıncı, əl-əhvət. Əl-əhvətul əqva. Yəni daha qəvi olan, daha qüvvətli olan ehtiyat budur ki, sən bu eləyəsən. Sən deyir ki, əl-əhvətul əqva. Daha qüvvətli ehtiyat budur ki, belə eləyərsən. Yəni ki, nə? Fətva budur. Bir də var, la yaxlu min vəcihin. Hər hansı bir vəcihdən, hər hansı bir cəhətdən xali deyil, boş deyil. Yəni, bu ibarət o haldadır ki, dəlalət edir fətvaya və ondan qabaq ehtiyat olmasın. O halda bu söz də qəbuldur. Bu fətvanın müxtəlif formaları.